فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Əziz qardaşlar, Allah Azze ve Celle'dən istəyirəm ki, qardaşlarımızın hac ziyarətini qəbul etsin. Qısa olaraq qardaşlara burada toplanmış qardaşlarıma nəsihət etmək istəyirəm. Bu da qardaşlarım, haccın məqsədləri, haccın məqsədi nədir? Hac etməkdən, Allah Azze ve Celle'nin haccı bu şəriətdən etməkdən məqsədi nədir və bizlərə bu hac ziyarəti hansı bir üstünlükləri verir? Qardaşlarım, ilk məqsəd bütün ibadətlərdən olduğu kimi həc ibadətindən də təvhiddir. Allahı təkləşdirmək, tək Allaha ibadət etmək, tək Allaha ibadət üzərində yaşamaq, var olmaq təvhidin təhqiqidir. Çünki həccə başlamadan əvvəl, yola çıxarkən, yolda olarkən həccin təlbiyəsi var. Həccə çatana qədər, Kəbəyə yetişənə qədər, Kəbəni görənə qədər, birindən digərinə gedənə qədər səslərin ucaldılması şəriətimizdən olan, səslərin qalxılması, uca səslə söylənilməsi lazım olan zikir var. O da təvhid çağırışıdır. Allah Azze ve Celle'ye zikirlər edərək deyirsən ki, Ləbbeyk, Allahümmə ləbbeyk. Ey Allahım, sənin huzuruna gəlirəm. Sən elə bir Rəbb, elə bir ilah, elə bir məbudsan ki, lə şərikə lək. Sənin heç bir şərikin yoxdur. Sonra bu zikir sona qədər şəriksiz olan Allah Azze ve Celle'nin tərif edilməsi, zikr edilməsi, ortağının olunmamasının söylənilməsi ibadətlər bitənə qədər deyilir. Sonra bu zikrin içində təkrarlanır. İnnəl həmdə və ni'mətə lək. Neymətlər də, şükürlər də sənə aiddir və sənin heç bir şərikin yoxdur. Burada təvhidin iki etirafı var. Bir, Allahın tək olma, ilah, məbud, ibadət olunan bir ilah olduğuna tərif var. İkinci, nimətlərin də, mülklərin də, varların da, yoxların da, göylərin də, yerlərin də, yaşların da, quruların da, dənizlərin də Allahın olduğuna etiraf var. Nə mülkündə şəriki yoxdur, nə nimətlərində, nə də ona olan ibadətdə heç bir şəriki yoxdur. Yaranma səbəbi də budur. Yaranma səbəbi də budur. Və həccə gedilməsi Allah Azze ve Celle'nin ilk öncə təkləşdirərək gedilməsidir. Və qardaşlarım, kim həqiqətən də Allah Azze ve Celle'nin bu zikri edərək gedərsə, qəlbi və əməlləri ilə bu Allahın şəriki olmadığını təhqiq edərsə, təvhidi dilinə gətirdiyi kimi qəlbində də təsdiq edərsə, vallahi böyük nimətlər içərisindədir. Şükürlər etsin Allaha, Rəbbim onu şirk edənlərdən, Allaha ortaq qoşanlardan, ya Rabbi sənin şərikin yoxdur deyib, insanları ona ortaq edənlərdən etmədi. Vallahi bu böyük nimətdir. Hər kəsə verilməz. Təvhid neyməti, qardaşlarım. Allah kimi sevirsə, vallahi əminliklə deyirəm, and içirəm Allaha, aləmlərin Rəbbinə, təvhid neyməti yalnız Allahın istədiyi, sevdiyi, seçdiyi, razı qaldıqlarına verilir. Allaha ortaq tutandan Allah razı deyil. Ona şirk qoşandan Allah razı deyil. Allahın mülkündə, ilahiyyətində, uluhiyyətində, təkliyində ortaq tutanlardan Allah razı deyil. Kəbənin yanında Allahın əmrini yerinə yetirməyə gedib, ya Ali, ya Həsən, ya Hüseyin deyəndən Allah razı deyil, qardaşım. Bu Allaha ortaq tutmaqdır. Allahla bərabər insanları çağırmaqdır. Allahla bərabər insanları yüksəltməkdir. Biz qardaşlarım, hər kəsin özünün dərəcəsinin mərtəbəsi olduğuna buna iman etmişik. İstər salihlər olsun, istər sahabələr, istər övliyalar olsun,
istər digər bütün salihlər. Amma onlar ilah deyirlər. İbadət olunmağa, adı çəkilib yalvarılmağa, onlara dua edilməyə, şəfaların istənilməyə, övlad dilənməyə layiq deyirlər. Onun üçün, əlhamdülillah, qardaşlarım, həcc ibadətində, şəriətdən, İslamdan sənə qoyulan ləbbeyk, Allahümmə ləbbeyk, tək sənin huzuruna gəlmişəm. Evimi, eşiyimi, ailəmi, övladlarımı, vətənimi və diyarımı, dostlarımı, tanışlarımı və qonşularımı, bütün sevdiklərimi sənin üçün, bir tək sevdiyim üçün tərk edib gəlmişəm. Malımı da xərcləmişəm, canımla da gəlmişəm. Çünki lə şərikələk, sənin heç bir şərikin yoxdur. Ölkəmdə də səni tək bildim, burada da. Harada olursan ol, tək ilah Allahdır. Və Rəbbim bu neyməti yalnız sevdiklərinə və istədiklərinə verər. Sonra isə, qardaşlarım, həccin məqsədlərindən, insanlar həccə nə üçün gedir? Və bu, qardaşlarım, biz söhbət etdiyimiz əsnasında olduğumuz həcc ziyarətinin bitməsi və qardaşların həcdən gəlməsi olduğu üçün həcdən danışırıq. Lakin bura aiddir bütün ibadətlər. İstər namazlar, istər oruclar, həclər, ümrələr, sədəqələr və zəkatlar fərq etməz. Hər birinin məqsədi budur, içərisində daşıdığı halları budur. Sonra isə, qardaşlarım, insanın həcc ibadətindən gözlədiyi Allahın razılığının qazanılması. Çünki bu böyük bir uğurdur. Böyük bir uğurdur. Əgər Allahın razılığı qazanılacaqsa, hətta, qardaşlarım, cənnətdə, cənnət əhlinə, cənnət neymətləri verildikdən sonra Allah Azza və Cəllə onlardan soruşacaq, nəsə bir şey istəyirsinizmi sizə artırım? Cənnət əhli deyəcək, Subhanallah, Subhanək ya Rəbb, üzümüzü ağ elədin, cəhənnəmdən qorudun, mərtəbəmizi ucaltdın, bundan daha böyük nə ola bilər? Allah Azza və Cəllə, mənim razılığım daha böyükdür deyəcək. Və ridvanun minallahi əkbər. Allahın razılığı ən böyükdür, ən üstündür. Allah o gün razı olacaq və bir də onlara heç vaxt qəzəblənməyəcək. Bu sonradan saydıqlarımızın 2, 3, 5, 100 olaraq rəqəmlər qoyub adlandırdıqlarımız tövhid neyməti varsa var. Bundan sonra nə sayacamsa, tövhidsiz bunların heç biri yoxdur. Nə Allahın razılığı yoxdur, nə sünnəyə tabiçilik yoxdur, nə cənnət yoxdur, nə rahatçılıq yoxdur, nə üzün ağlığı yoxdur. Tövhid varsa bunlar var. Sonra isə, qardaşlarım, təqvanın təhqiq olması, həcc ibadəti, insanlar getdikləri yollarda, etdikləri tavaflarda, minasında, müzdəlifəsində, arafasında, hər bir yerlərində, qardaşlarım, təqvanın təhqiqi olur. Təqva qəlbdə oturur, haqqı ilə yerinə yetir. Haqqı ilə yerinə yetir. Çünki həcc ibadətlərinə, digər ibadətlərə baxdığın zaman görürsən ki, ayələrdə, hədislərdə, bütün sonluqlarında təqvalı olmağa, bəlkə ola bilsin ki, təqvalı olasınız deyərək qeyd edilir. Və həmçinin, qardaşlarım, Allahın zikrinin ucaldılması bu həcc ibadəti ilə, həcc ibadətində, qardaşlarım, bir çox ibadətlər cəm olub. Heç bir ibadətin içərisində olmayan tavaflar var, zikirlər var, Allahın adının uca tutulması var, qurban kəsmək var, şeytanların daşlanması var, saçların qırxılması, Allah üçün bunlardır, qardaşlarım. Və zikirlərin edilməsi, Sonra isə, qardaşlarım, imanın güclənməsi var. İmanın güclənməsi. Çünki biz bilirik ki, iman əhl-i-sünnə vəl-cəma'a etiqad edir, inanır ki, Allah Rasulunun bizə öyrətdiyi kimi kitab və sünnədə
bütün sahabelerin iman ettiği kimi iman artır ve azalır. İman artır ve azalır. Necə ki Allah Resulü deyir. Sizin imanınız paltarınız köhnələn kimi köhnəlir. Necə ki paltar köhnələndə dəyişirsən, təzəlirsən, iman da elədir. Və vallahi ağıl sahibi olan hər kəs imanın artmasını və azalmasını özündə hiss eləyir. Çünki bir vaxt ibadətlərə, namazlara, zikirlərə olan həvəsin bir də görürsən arada itir, yoxdur. Bir də görürsən güclənir, özündə həvəs tapırsan. Eləcə də qardaşlarım, əhl-i sünnə vəl cəmaa iman edir ki, iman, qəlbdə olan iman salih əməllərlə artar, pis əməllərlə azalar. İman artır və azalır. Salih əməllərin içərisində ən üstünlərindən biri qardaşlarım, İslamın 5 şərtindən biri həc ibadəti. O ibadətin və itaətin edilməsi ilə insanın imanının artmaması mümkün deyil. Hər bir həccə gedən özündə bunu hiss eləyir. Çünki günahların getməsi ilə, salih əməllərin olması ilə iman artar. Və burada da qardaşlarım, həcc günahları silər. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim söyüş söyməzsə, pis danışmazsa, fasiqlik etməzsə, həccə getdikdən sonra anadan yeni doğulmuş körpə kimi qaydar. Bunu qoruyasan gərək qardaşlarım. Alimlər deyir ki, insan ibadətdən sonra ibadətdə olmalıdır. Məsciddən çıxdıqdan sonra məsciddə olduğun kimi çöldə davranmalısan. Necə sakit davranırsan, zikirlər edirsən, namazı gözləyirsən təmkinlə, heç bir artıq əksik danışmırsan, eləcə də çöldə elə olmalısan. İnsan Ramazandan sonra da orucu olmalıdır və həcdən sonra hacda olmalıdır. Necə ki həcdə qardaşım, bir sabunu belə soruşurdun. Əlmi yuya bilərəmmi, iyi gəlirmi? Qarışqanı tapdadım, olarmı? Üstümdə günah varmı? Eləcə də qaydandan sonra Rəbb həmin Rəbbdir. Allah həmin Allahdır. Həcdə olanda da, oruc olanda da, namazda olanda da sənin Rəbbin Allahdır. Çıxanda da, yemək yeyəndə də, yatanda da, gəzəndə də. İnsan bunu qəlbində otuzdurduqdan sonra onun üçün fərq etməz. Allahın dinini yaşayar. Allahın dinini yaşayar. Və bu da imanı artırar. İnsanın imanı artar. Onun üçün qardaşlarım, insan qorumalıdır özünü ibadətlərdən sonra, xüsusən hac ibadətindən sonra. Yeni doğulan körpə kimi yeni açılmış səhifə kirlətməməlidir. Digər insan da qardaşlarım, digər namaza qədər günahların kəffarəsidir. Sən çalışmalısan bu namazdan o namaza kirlətmə. Təmizləmirsən səhifəni. Və həmçinin qardaşlarım, həc ibadətində, namaz ibadətində Allahın çağırışına icabət var. Allah Azze ve Celle İbrahim Peyğəmbərə çağır insanları, gəlsinlər, quru torpaqlara, səhralıqlara, çayları olmayan, meşələri olmayan, dünya gözü ilə gözəllik görükməyən, gözəlliyi olmayan bir torpaqlara çağır gələcəklər. Onun üçün deyirsən, ləbbeyk, Allahümmə ləbbeyk. Ya Rabbi, İbrahim Aleyhisselamın nidasıyla sənin çağırışına icabət edib gəlmişəm, mən buradayam. Kimsə qardaşlarım ora dağlar var deyə, bağlar var deyə, meşələr, dənizlər var deyə getmir. Allah çağırıb deyə gedir. Bu da qardaşlarım, insanın, aləmlərin Rəbbi olan Allahın çağırışına icabət etməsidir. Digər ibadətlər də elədir qardaşlarım. Həccə ildə bir dəfə çağırış varsa, gündə 5 dəfə məsciddə namaza çağırış olur. Allah çağırır, hayya aləs-salə. Nidaçı nida eləyir, namaza gəl.
qurtuluşa gəl. Uca olan Rəbbin qarşısında diz çökməyə, bel bükməyə, baş qoymağa gəl. Ucalmağa gəl. Ucalmağa, Allaha qul olmağa. Və həmçinin qardaşlarım, Peyğəmbərlərin halının xatırlanması. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, həc, o torpaqlar mübarək torpaqlardır. Xeyfə məscidində Allah Rasul deyir ki, 70 Peyğəmbər namaz qılıb. 70 Peyğəmbər namaz qılıb. Peyğəmbərlər olub orada. Getdiyin zaman bunu düşünürsən, xatırlayırsan, kimin ardınca gedənsən, kimin izi ilə addımlayansan, kimin sünnəsinə tabi olansan. Biz elhamdülillah başımızı izzətlə qaldıran, dilimizi Allahın təkliyi ilə isladan, yolumuzu Muhammedin sallallahu aleyhi ve sellem sünnəsi ilə tutanlar o. Sünnə əhli və cemaat, əhl-i sünnə vəl cemaat, bu toplum Muhammed sallallahu aleyhi ve sellemin ardıyla hədislərini soruşaraq, izini güdərək, onun addımlarını alimlərdən, sünnə üzərində olan imamlardan öyrənərək gedənlər də elhamdülillah. Və həmçinin qardaşlarım, müşriklərin halına müxalif olmaq var hacda. Necə ki, ilk öncə tevhidin təhqiqi barəsində danışanda dedik. Müşriklər də o zaman həccə gedirdilər, həcc edirdilər. Lakin onlar təlbiyəni bizim kimi demirdilər. Onlar deyirdilər, biz deyirik ki, ya Rabbi huzurundayam, sənin şərikün yoxdur. Mülk də, neymət də sənindir və sənin şərikün yoxdur, heç birində. Müşriklər deyirdilər ki, sənin şərikün yoxdur, yalnız bir şərikdən başqa, o da sənindir. Və bugün subhanallah onların ardıcılları yenə də var. Kəbənin yanında, Allahın evində Allahdan qeyrisini çağıranlar, sanki kiməsə acıq verirmiş kimi onu çəkib paylaşanlar, Allahdan qeyrisinə orada dua edənlər, buradan neçə min kilometr yollar gedib Allahın evində tevhid çağırışını deyərək birlik yerində Allaha şərik qoşmağı mı üstün tutdu? Vay olsun, vallahi vay olsun. Və bu ibadətdə vallahi ki, müşriklərə müxalif olmaq var. Allah Rasulunun dönəmində nə zaman ki İbrahim əleyhissalamdan sonra dini dəyişdilər, tevhid aradan qalxdı, şirki gətirdilər, onlara müxalif olmaq var. Yalnız tevhidlə gedənlər bu ibadəti Rasullar kimi, Rasullar necə eləyiblərsə elə edirlər. Və xoş olsun sənin halı vallahi tevhidlə gedən qardaşlarım. Və həmçinin axirətin xatırlanması var qardaşlarım. Baxırsan ki bir səhrada, bir düzəndə, bir yerdə insanlar varlı kasıbdan seçilmədən hamısı ağ paltarda, kəfəndə sanki qəbirlərdən durmuş kimi axirəti xatırlayırsan, öldükdən sonra dirilmə, sanki Allahın huzurundasan, yalvarırsan, Arafada gördün. Allahın rəhm etdikləri yalvarırdılar Allaha, bağışlasın onları. Və Arafa günü Allahın qullarını cəhənnəm odundan qurtarıb bağışladığı qədər, heç bir zaman o qədər qul bağışlanmayıb. Axirəti xatırladır, qardaşlarım. Və həmçinin qardaşlığı öyrədir. Orada ağın qaradan, sarının digər rənglərdə olan qardaşından fərqi olmur. Çiyin-çiyinə, varlının kasıbdan fərqi olmur. Topuq topuğa, çiyin-çiyinə, qarşında gördüyün, istər Həbəşdən olsun, istər digər yerlərdən, istər zənci olsun, istər ağ olsun. Baxdığın zaman deyirsən, vallahi bu mənim qardaşımdır. Eyni ibadəti, tevhidi təhqiq etmək üçün, aləmlərin Rəbbinə ibadət etmək üçün o da oradan gəlib, mən də buradan.
Bizi nə ticarət birləşdirməyib orada. Nə mal, nə mülk. Yalnız Allaha ibadət. Tevhid üzərində cəm olma. Peyğəmbərlərin çağırışına icabət etmə. Allahın əmrini yerinə yetirmə. Səni orada toplayıb. Və bilirsən ki, sənin kimi o da eyni Rəbbin qarşısında bütün dünyavi libaslardan, şöhrətlərdən, məqamlardan təcrid olunub, azad olub gəlir. Və bu qardaşlığı göstərir. İstər qardaşlarım, bu oradakı qardaşlıq olsun. İstərsə də buradakı qardaşlıq olsun. Yaşadığın yerdən çıxanda, olduğun yerdəki qardaşların vallahi nə qədər gözəl, böyük, neymət olduğunu da bilirsən. Sadəcə bir addım kənara atmaq lazımdır. İnsanları görürsən, halların görürsən, ilk öncə tevhid üzərində olduğun üçün şükür edirsən. Sonra sünnə əhlindən olduğun üçün şükür edirsən. Yüzlərlə və minlərlə adamlar görürsən. Düzü ilə, yanlışıyla. Lakin sənin doğru üzərində olduğu gördüyün zaman, doğru yola yönəldən qardaşlarının olduğunu gördüyün zaman, necə möhkəm səni ölkədə gözləyən, sənin üçün burada dua edən, sənin isə orada onlar üçün dua etdiyin qardaşların var. Bu bağ bağlanır, qırılmır. Çünki bu bağda, qardaşlarım, xəyanət yoxdur. O cəhətdən ki, burada bizim ticarətimiz yoxdur. Bir mənim namazım ola bilər. Mən namazımda səni allada bilmərəm. Sən məni, mənim namazım çox olanda sevirsən. Sənin ibadətin çox olanda mən səni sevirəm. Günahlar olanda yox, nəsihət edirsən. Onun üçün, qardaşlarım, bu ibadət, istər namazda olsun bərabərlik, istərsə də həcdə, bu qardaşlıq bağını gücləndirir. Və həmçinin, qardaşlarım, üstün və fəzilətli əxlaqı insan özündə tapır, cəm eləyir. O sıxlıqda kiminsə əyağını belə, az olsa belə tapdamamağa çalışırsan. Qarışqanı belə öldürməkdən qaçınırsan, çəkinirsən və qorxursan. Üstün, fəzilətli əxlaq. Və həmçinin, qardaşlarım, Allaha yalvarıb, ondan kömək istəməyin hər bir zaman üçün sənin üçün nə qədər böyük bir neymət olduğunu bilirsən. Çünki, qardaşlarım, həccə gedən qardaşlarım, ümrədə olan qardaşlarım bilirlər. Orada sanki qəlbin bütün dünyanın işlərindən, kədər və qəmlərindən, çətinliklərindən boşalır. Yalnız namaz qılmaq istəyirsən. Düşüncəm budur. Nə qədər çox namaz qılsam, sünnələri yerinə yetirsəm, zikirləri çoxaltsam, Quranları oxusam, nə qədər artırım, nə qədər çoxaldım deyə. Allah Azza və Cəllədən istəyirəm ki, qardaşlarım, bizi eşidib fayda alanlardan etsin. Allah Azza və Cəllə bizləri tevhid neymətini verdiyi kimi tevhid üzərində yaşatsın. Qəlbimizi, bədənimizi tevhid üzərində etsin. Canımızı bizim tevhid üzərində muvahhid kimi alsın. Şirkdən, şirk əhlindən uzaq etsin. Sünnə üzərində bizi yaşatsın. Allah Azza və Cəllə bizə kitab və sünnə neymətini, bizim salihlərin, sələflərin, alimlərin, ümmətin öndərlərinin, Abu Bakrın, Ömərin, Osmanın və Əlinin və digər sahabələrin yolu ilə getməyi, anlayışı ilə İslamı başa düşməyi, onun üzərində yaşayıb, onun üzərində də ölməyi Rəbbim gözəl bir şəkildə nəsib etsin. Allah qardaşlarımdan bu ibadəti qəbul etsin. Digər qardaşlarımıza da, gedənlərə də, getməyənlərə də Rəbbim nəsib etsin. Çünki ora bir dəfə gedən qardaşlarım, malını xərcləsə belə, canı ilə əziyyət çəksə belə, heç bir dünyavi yaşıllıq, dənizlər, bağlar görməsə belə, yenə də canı çəkir. İstəyir ki, qayıtsın, istəyir ki, getsin. Allah Azza və Cəllə hər birimizə ən gözəl bir şəkildə yenidən o torpaqlara qayıtmağı nəsib etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm.